Deyir, Həzrət Zəhra elə ki, evində mehraba qalxırdı ki, gəlsin namaz qılsın. Deməli, Həzrət Zəhra evinin bir güşəsini mehrab eləmişdi. Zəhra evi beləymiş. Təəssüf bəzi evlənç qibləsi bilmir. Adam qonaq gedir, soruşsan qiblə ara deyir, bilmirəm. Adam bir sızıldayır ki, necə sən evin qibləsini bilmirsən. Bir dəfə qibləyə deyəm, dua eləmətü. Allah sən kömək olsun. Həzrət Zəhra evinin mehrabı var imiş. Yaxşı sözdür bu söz. Nümunədir də bizə Zəhra. Evinizin bir güşəsini mehrab eləyin. Orada ibadət edin. Hətta deyirlər, can üstə düşəndə ora aparın, o namaz qıldığı yerə aparın, rahat can verər. Evin mehrabı olsun. Gör, Həzrət Zəhra namazı nə qədər diqqət edir ki, evinin mehrabı var, hə?